Milliyyətcə erməni olan Rusiyalı boksçu Ruslan Berçukla qarşılaşma Rauf Ağayevin üstünlüyü şəraitində keçib. İlk dəqiqələrdə həm yerlimizin güclü olduğunu hiss edən erməni əsilli boksçu adət etdikləri təxribata əl ataraq Rauf Ağayevə qaydalardan kənar zərbə indirib. Hakim də erməni olduğundan döyüş dayandırılmayıb. Lakin bütün bunların heç biri boksçumuzun gücünü sarsıtmayıb. O, rəqibinin ringdən baş aşağı çıxmasına nail olub. 4-cü raund qələbə mənim oldu. Ondan sonra 5-ci raund kəllə atdı mənə ki, vaxtından əvvəl zədələsin məni gördüyünüz kimi, qaydaları pozdu, travma zədələdi məni ki, güclü travma aldım. Döyüş dayandırma aldı. Zədələm olmasına baxmayaraq, çünki bayrağımız, üst rəngli bayrağımız, himnimiz olduğuna görə, özümdə güc toplayıb, 10 raundlıq döyüşü 8-ci raundda vaxtından əvvəl texniki nokautla qalib başa vurdum. Ruslan Berçuk həm yerlimizin peşəkar boks karyerası ərzində məğlub etdiyi ilk erməni boksçu deyil. O, bugünədək qarşılaşdığı digər erməni idmançılarını da vaxtından əvvəl nokautla məğlub etməyi bacarıb. Peşəkar boksda 16 döyüş keçirmişəm. 16 döyüşdən 15-i qələbə, onun 15-indən isə 5-i nokautla vaxtından əvvəl qalib gəlmişəm. O nokautlardan 3-ü də erməni boksçuları olub. Birin birinci dəqiqədə, birin ikinci raundda, birin də üçüncü raundda vaxtından əvvəl nokautla başa vurmuşam. Qələbələrimin içində ən sevindiyim qələbələr hələ erməni boksçular üzərində çaldığım qələbələr olub. Vətənə qayıtdıqdan sonra peşəkar boksçu şəhərin mərkəzində yerləşən Heydər Əliyev adına xatirə parkına gələrək idmanın inkişafı üçün daim diqqət və qayğı göstərmiş ümummilli liderin abidəsini ziyarət edib. İdmançımız növbəti döyüşünü də Ruslan Berçuka qarşı keçirəcək. Məğlubiyyəti həzm edə bilməyən erməni əsilli boksçu həm yerlimizi revanş döyüşünə dəvət edib. Elnur Ələkbərov, Vüsal Ələkbərov, Lənkəran.